Azərbaycandan qırağa heçlə çıxmışam, bir dənə Gürcüstana, o da müalicəyə getmişəm. Görməmişəm də, şəhərə də elə tanımırdım. Şəhərə gəldim, evimiz elədi ki, yola yaxın idi. Elə buradan bir dənə qapının ağzına çıxdım, qapını deyirlər ki, düz tindəydə, obyekt yerdə gördünüz də yerini. Soruşurlar ki, burada ev satmırlar, kiraya vermirlər. Belə soruşurlar, mən də qonşudan soruşum ki, burada soruşurlar ki, kiraya verən kimdir. Belə qonşum biri dedi ki, ev kiraya olanda mənə də, biri dedi ki, ev satan olanda mənə də, mən evimi satıram. Belə cəmaatın özü, millət mənə elədi, əmlakçı, vasitəçi. Mənim ağlıma da gəlməzdi, bu iş haqda anlayışım da yox idi. Yəni belə özləri birinci bir xarabqa şokolad verdi, biri nə bilim 10 manat verdi ki, təşəkkür. Sonra mənim ailəmin içində həm uşaqlarımı böyüdərəm elə, həm də yaxşı işdir də, şükür Allah, xeyirxah işdir. Hamı da bilir ki, mən heç vaxt pula satılmaram. 30 ilə yaxında 93-dən gələndən mən bu işlə məşğulam. Düzdür, uşaqlarım balaca olub, evimin içində elə çağırıb, qapını açmışam, nə istəyəm, belə işləmişəm də. Yəni durub iş yeri başqa yerə getməmişəm ki, burada qohum yox, qəbiləm yoxdur. Kimdir mənim uşaqlarıma baxan?